İnsan var olan gündən qurbanlıq məfhumu mövcud olub. İnsan yaranan gündən artıq yer üzünə gəldiyi ilk gündən Quran-ı Kərimdə danışılır, Həzrəti Adəmin 2 övladının qurban gətirməsi, Habil və Qabilin. Və yer üzündə ilk qəbul olunan qurban məhz Allah rizası üçün edilən qurban olur. Və bunun nəticəsində də yer üzündə ilk cinayət törədilir. Qurbanın əsas mahiyyəti insanın aşağı dərəcəli istəklərindən ali dərəcəli istəklərə doğru hərəkət etməsidir. Qurban ayrılmaq, qopmaq mənasını ifadə edir, yaxınlıq mənasını ifadə edir. İnsan kamilliyə yaxınlaşmaq üçün ötəri hisslərdən, ehtiraslardan azad olmalıdır. Qurban bayramı həm də paylaşma ayıdır. İslam dinində ən dəyərli insanlar yaşadıkları cəmiyyətə fayda verən insanlardır. Başqa insanlara əl tutan insanlardır. Qurbanlığın əsas fəlsəfəsi mərhəmətdir, birgə yaşayışdır, insanlara dəstək olmaqdır, yoxsulların yad edilməsidir. Allah yolunda ehsan edildikdə insan özü də kamilləşir. Çünki cəmiyyətin sevgiyə ehtiyacı var. Cəmiyyət sevgi ilə idarə olunur. İctimai münasibətlərin əsas qaynağı məhəbbətdir, eşqdir. Qurban həm də həcc ayinidir və həcc məlum olduğu kimi birlik ayinidir, vəhdət ayinidir. Müxtəlif millətlərdən olan, müxtəlif ictimai mövqeyə sahib olan insanlar Kəbə ətrafına təvaf edir, Allah evinin başına dolanır və öz birliklərini nümayiş etdirirlər. Biz qurbanlar vermişik və qurbanlığın fəlsəfəsi qeyd etdiyim kimi həm də fədakarlıqdırsa, ən böyük fədakarlıq vətən uğrunda candan keçmədir və bu şəhidlik zirvəsidir. Ona görə də Qurban Bayramı günündə biz şəhidlərimizi də anırıq. Bütün vətən torpaqları uğrunda canını fəda etmiş əziz insanlarımızı yad edirik, şəhid ailələrini yad edirik və şəhidlər üçün Allahdan rəhmət diləyirik. Bir daha hər birinizin, Azərbaycan xalqının bayramını təbrik edirəm. Allah kəsilən qurbanları, qılınan namazları bizdən qəbul eləsin. Allah dünya və axirətimizi abad etsin.